Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində 2 mərtəbəli monolit betonla inşa edilmiş, üst mərtəbəsi təmirli, alt mərtəbəsi təmirsiz həyət evi çəkib təqdim edirəm. Dəyərli izləyicilər, evimizin həyət yan sahəsini görürsünüz. Belə bir yaşıllıq var burada, bar gətirən ağaclar var həyətində. Üzüm tənəyi orada qoyulub. Baxın, mən sizə məhlə hissəsini göstərim dəyərli izləyicilər. Məhlədən görünüşünü göstərim. Qapıda rahatlıqla maşın saxlamaq mümkündür. Qapının ağzında maşın saxlamaq olur dəyərli izləyicilər. İndi evin fasad görünüşünü sizə göstəreyim. Baxın, belə bir fasad görünüşümüz var. Çox gözəl, səliqəli, oturmuş bir evdir. Kuxna möblisi, kombisi hazır vəziyyətdədir dəyərli izləyicilər. Heç bir əlavə xərc tələb etmir. Kombi sistemi oradadır, göstərəcəm sizə. Mərtəbə arası monolit betondur dəyərli izləyicilər. Buranı qaraj kimi saxlayıblar ki, gələcəkdə burada maşın saxlamaq imkanı olsun, amma istəyə görə burada otaq da düzəldə bilərsiniz. Ev tam qoşadaşdan inşa edilmişdir. Mərtəbə arası monolit betondur. Görürsünüz, yeri də təşkil edib betonlayıblar. Buranın da tok sistemi, santexnik sistemi çəkilib. İstəyə görə buranı da otaq eləyə bilərsiniz. Pləkanın altında 32'li kombisi var. Su çəni, mətbəx mebeli, bütün hamısı yüksək səviyyədə yığılıb hazır vəziyyətdə qoyulmuşdur dəyərli izləyicilər. Qalxaq evin otaqları ilə mən sizi yaxından tanış edeyim. Qeyd edim ki, evimizin sənədi kupçadır. Evin də torpağında paket kupçası var dəyərli izləyicilər. Masazırda Şok marketin arxasında Qum bazarına yaxın ərazidə yerləşir. Marşrut xəttinə və məktəbə də yaxın ərazidə yerləşir. Ətraf tam yaşayış sahəsidir. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin giriş hissəsi baxın bu qaydadadır. Girən kimi sol tərəfdə yerləşir evin mətbəx hissəsi. Belə bir mətbəx mebelimiz yığılıb. Mətbəx mebelidir, kombidir, radiatorlardır. Bunlar hamısı təbii ki evdə qalacaq. Baxın, burada evin qonaq otaq hissəsidir. Çox səliqəli təmir olunub. Evdə az yaşayış olub dəyərli izləyicilər. Yəni gecədən gecəyə gəliblər evə. Yəni, çox səliqəli saxlanılıb. Bax, gördüyünüz kimi bura əsas yataq otağıdır. Bura digər bir yataq otağıdır. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin satış qiyməti 87.000 manat təklif olunur. Real müştəri olsa qiymətini danışıb razılaşmaq mümkündür. Kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.